Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Zaur Seyidzadə. Bugünkü videoda sosial yardım alan ailələrə, valideynlərə, əlilliyə qulluq edən şəxslərə bir neçə şart xəbər çatdırmaq istəyirəm, vacib xəbər çatdırmaq istəyirəm. Zəhmət olmasa videonu bəyənin, YouTube kanalına abunə olun, daha çox şəxsin bu barədə xəbər olsun. Və keçək şart xəbəri, hörmətli izləyicilər. Birinci şart xəbəri ondan başlayacaq, sosial yardımla bağlı başlayaq ki, sosial yardım alan ailədə əgər uşaqlar varsa, bir çox şəxslər bilir ki, 1 yaşına qədər əlavə 140 manat pul verir. Onu qeyd edin ki, şart xəbər ondan ibarətdir ki, əgər vaxtında xəbər tutmazsınızsa, uşağın 4 yaşı tamam olmuşsa, gedib həmin pulu ala bilərsiniz, hörmətli izləyicilər. Digər şart xəbər çox uşaqlı ailənin əlaqəlidir. Yəni, çox uşaqlı ailəyə şart xəbər vermək istəyirəm. Əgər sizin də 5-dən yuxarı uşağınız varsa, 6-cı uşağın 1 yaşı tamam olubsa, siz də hər uşağa görə 140 manat ala bilərsiniz. Amma siz də vaxtında almazsınızsa, son 3 il ala bilərsiniz, hörmətli izləyicilər. İndi digər şart xəbər keçmək istəyən valideynlərlə bağlı. Amma əvvəlcədən xahiş edirəm, videonu bəyənin, YouTube kanalına abunə olun bir daha. Mən hüquqşünas Zaur Seyidzadə, əyil arabasında olan bir şəxs kimi, eyni zamanda əyil təşkilatının rəhbəri kimi dünyanın 40 tanınmış əyilləri haqqında kitab hazırlamışam. Həmin kitabı 20 manata satıram. Bir ümid işarı qoy, hamı bilsin. Motivasiya kitabı. Dəstək olun. Mən sizə şart xəbərlər verirəm. Siz də mənə belə dəstək olun. Hörmətli izləyicilər, mən bilirəm ki, bu video ən azı 400 nəfər, 500 nəfər baxacaq. Ona görə heç olmasa bu videoda 400 abunə yığardır. Heç olmasa zəhmət olmasa. Mən özüm də dediyim kimi əlilliyi olan şəxsəm. Əlilliyi olan şəxslərlə bağlı şart xəbər olanda, olan ailə üzvlərlə bağlı şart xəbər olanda sevinirəm. O mənə də aiddir, mənim də ailə üzvlərim var. Ona görə. Keçək valideynlərlə bağlı şart xəbərə. Qeyd edin ki, qabaq yeni uşaq dünyaya gələndə yalnız atanın öz hesabına 14 gün məzuniyyət götürmək hüququ var idi. İndi artıq bu qanun dəyişib. Yəni ödənişsiz məzuniyyət götürə bilər. Özü də müxtəlif şərtlərlə istəyir. Həyat yoldaşın hamiləlik vaxtında götürə bilər. İstəyir hissə götürə bilər. Məsələn, bir həftə hamiləlik vaxtı, bir həftə uşaq dünyaya gələndən sonra götürə bilər. Bir qanun bu, yeni. Bu qanunla hörmətli izləyicilər, hamısı yanvar ayında qüvvəyə minəcək. Bu həftə proqramımız baxır, sanıb prezidentə göndərir, təsdiq edəndən sonra qüvvəyə minəcək. Bu da yanvar ayında gedib çəkəcək. Onu qeyd edin ki,